Əgər mənim adımla çağrılan xalqım özünü aşağı tutarsa, dua edib məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam. Amin. Əhdin xeyir-duaları və əhdin lənətləri leksiyalarını dinlədiyimiz zaman, bu keçən həftə, maraqlı bir statistika bizə göstərilirdi. Yəni, o ölkələrdə ki, məsihçilərin sayı çoxdur, o ölkələrdə ki, bu və ya digər şəkildə müjdə yayılır və müjdəni eşidənlər çoxdur. Biz o ölkələrdə torpağın məhsuldarlığına baxırıq və bizim üçün çox qəribə idi o statistikaya baxmaq. Yəni, 1 hektar torpaqdan bir-birinə yaxın olan dövlətlərdə müxtəlif bir məhsuldarlıq var. Demək olar ki, torpaq eyni torpaqdır. Ancaq Rəbbə itaətə görə, Rəbbin sözünün təbliğinə görə torpaq müxtəlif bəhrə verir. Yəni, Avropada yerləşən dövlətlər arasında məhsuldarlığa görə 2 dəfə, 3 dəfə, 4 dəfə fərq var. Və biz bunun kökünü Yaradılış kitabında görürük. Yaradılış kitabında belə bir söz var. Sizə görə yer üzü də lənətlənir. Demək ki, insan günahına görə, günaha batmağa görə yer üzü də lənətlənir və yerin məhsuldarlığı onun üzərində yaşayan xalqın itaətinə əsasən çoxalır, itaətsizliyinə əsasən azalır. Bu ayədə bir neçə məqamı istəyirəm çıxaraq və ayrı-ayrılıqda nəzərdən keçirək bu ayədə. Birinci diqqətimizi çəkən Rəbbin bu sözləridir: mənim adımla çağırılan xalqım. Allah bütün insanlığa müraciət etmir. Allahın əhdi, biz bilirik ki, Allahın öz xalqı ilə əhdi var. Allahın əhdi bütün insanlıqla deyil, öz xalqı ilə. Nə qədər kədərli də olsa, nə qədər biz razı olsaq da, olmasaq da, bu həqiqət belədir və kəlam bunu bəyan edir. Mənim adımla çağırılan xalqım öz xalqına müraciət edir. Əhd bağladığı xalqına müraciət edir. Ona məxsus olan xalqa müraciət edir. Həqiqətənmi illərlə Məsihə Rəbb deyərək ona məxsus olduğumuzu anlayırıq? Həqiqətənmi biz illərlə Məsihə Rəbb deyərək biz anlayırıq ki, biz ona məxsusuq? Biz anlayırıq ki, biz onunkuyuq? Biz anlayırıq ki, o yalnız əhd içində olanlara mənim xalqım deyir? Biz getdikcə, bunu mənim həyat təcrübəm söyləyir və mənə elə gəlir ki, mən subyektiv fikrim deyil. Biz getdikcə güclənən individualizm, yəni fərdiyyətçilik dövründə yaşayırıq. Biz valideynlərimizə baxdıqda daha çox
bu meyillik. Bizim evlatlarımız bizdən də daha çox individualizmə qapılacaq. Və biz getdikcə güclənən individualizm dövründə yaşayırıq. Mümkün qədər bütün bağlardan azad olmaq istəyirik. Əksəriyyətiniz bunu təsdiq edəcək. Baxın, 30 il, 40 il bundan qabaq orta statistik Azərbaycanlı daha çox bağlarla bir-birinə bağlıydılar. Qonşularla. Demək olar ki, bütün qonşularla gediş-gəliş var idi. Qohumlarla, dostlarla. Bugün biz bir əlin barmaqları qədər saya bilərik ki, biz ay ərzində kimlərlə görüşürük. Kimlər bizim qapımızı döyür, kimlərin də biz qapısını döyürük. Mümkün qədər bütün bağlardan azad olmaq istəyirik və bu münasibətləri kilsəyə və Allahla münasibətlərə də gətiririk. Bunu açıq söyləməsək də bütün həyatımız bu şiarı bəyan edir. Mən azadam, mənim xoşbəxtliyim minimum asıllığımdadır. Minimum asıllığımdadır mənim xoşbəxtliyim. Nə qədər mən az asılı olsam, nə qədər mən ətrafımdan az asılı olsam, o qədər mən xoşbəxtəm. Bizim şuurumuz budur. Daha doğrusu şuarımız da budur, şuurumuzda da budur. Biz Allahdan azad olanlar kimi, ona məxsus olmayanlar kimi düşünüb yaşayırıq. Biz ona məxsus olmayanlar kimi düşünürük, biz ona məxsus olmayanlar kimi də yaşayırıq. Baxın, Tanrı nə deyir? Mənim adımla çağrılan xalqım. O deyir, siz mənimsiz. Yeşaya Peyğəmbərin kitabı kədərli bir həqiqətlə başlayır. Orada bu sözlər var. Öküz yiyəsini, eşşək sahibini tanıyır. Öküz yiyəsini, eşşək sahibini tanıyır, amma mənim xalqım məni tanımır. Mənim xalqım mənə məxsus olduğunu anlamır. Baxın, həyatımızı elə qururuq ki, sanki həyatımızın sahibi özümüzük və bizim Allaha məxsusluğumuz yoxdur. Hansısa bir prinsip, hansısa bir arzu, hansısa bir addım Allahın istəyinə aid olmasa da olsun. Bu mənim istəyimdir. Biz anlayırıqmı kimə məxsusuq? Düşünək, qardaşlar və bacılar, mən həqiqətənmi anlayıram bunu və bu anlayışıma uyğun olaraqmı qururam, planlaşdırıram, müəyyənləşdirirəm həyatımı? Biz anlayırıqmı kimə məxsusuq? Həyatımız anlamağımızı göstərirmi? İkinci məqam, Rəbb deyir, mənim adımla çağrılan xalqım özünü aşağı tutarsa, xahiş edirəm, əgər sizə çətin deyilsə, mümkün dərəcədə, imkan dərəcəsində çevrilin və bütün kilsəni nəzərdən keçirin. Xahiş edirəm sizə. Xahiş edirəm, çevrilin və bütün kilsəyə nəzər salın. Kilsədəki bütün insanlara nəzər salın. Çox sağ olun. Biz də Allahın xalqıyıq. Ona məxsusuq. İndi
belə fikirləşək, belə düşünək. Siz və yaxud indi nəzər saldığınız insanlar arasında, siz və indi nəzər saldığınız insanlar arasında çoxmu özünü aşağı tutan insanlar gördünüz indi? Çoxmu insanlar gördünüz indi kilsəyə baxanda ki, o insanlar özünü aşağı tutur? Mən 25 yaşındaykən Məsihə gəldim. Bu 30 ildə insanlara və özümə problem yaradan əsas xüsusiyyətlərdən biri özümüzü üstün görməyimizdir. Bu 30 ildə özümə və insanlara problem yaradan xüsusiyyətlərdən biri özümüzü üstün görməyimizdir. Hər şeydə üstün görürük biz. Biz bunu söyləməsək də, biz bunu istəyirik. İstəyirik həyat yoldaşımız, bütün digər həyat dostlarımızın həyat yoldaşından yaxşı olsun, gözəl olsun. İstəyirik evladımız üstün olsun. İstəyirik maaşımız üstün olsun. İstəyirik yaşadığımız ev daha gözəl, daha böyük. Hər şeyin üstünlüyünü istəyirik. Bizim problemlərimizin əksəriyyəti bundan yaranır. Hər sahədə üstün olmaq istəyir. Həqiqət deyilsə, durub mənə söyləyin ki, sən həqiqəti söyləmirsən. Allah isə bizim şəfamızın və torpağımızın şəfasının özümüzü aşağı tutmağımızda olduğunu söyləyir. Baxın, deyir, xalqım özünü aşağı tutarsa, Allah mesaj verir ki, sənin böyüklüyün artıq mənim adımla çağırılmağındadır, özünü üstün tutmağında deyil. Bugün biz oxuduq lənət və xeyir dua parçalarını və dedi, mənə məxsus olduğuna görə, mənə tabi olduğuna görə, mənim qarşısında özünü aşağı tutduğuna görə, özünü aşağı saydığına görə, hiss etdiyinə görə mən səni baş edirəm. Təsəvvür edin ki, Məsih bizim düşüncəmizə, bizim arzularımıza uyğun olaraq gəlsəydi, tam fərqli bir Məsihi görərdik. Əgər Məsih sənin təsəvvürünə, əgər Məsih mənim təsəvvürümə uyğun olaraq gəlsəydi, biz tanıdığımız Məsihi görməyəcəkdik. Biz müqəddəs kitabda oxuduğumuz Məsihi görməyəcəkdik. Və mən düşünürdüm özünü aşağı tutmaq haqqında və gördüm ki, özünü aşağı tutmaq bizim iradəmizdən gələn bir şey deyil. Bizim təbiətimizdən gələn bir şey deyil. Bizim ağlımızdan, bizim içimizdən gələn bir şey deyil özünü aşağı tutmaq. Biz etiraf etməliyik. Bəli, biz etiraf etməliyik. Bizim şəfamız birinci etirafdan başlamalıdır ki, mən belə ola bilmirəm. Mən belə ola bilmirəm. Özümü aşağı tuta bilmirəm. Və bizə nə lazımdır? Bizə nə lazımdır? Bizə kimin köməyi lazımdır? Əgər mən özümü aşağı tuta bilmirəm və bunu etiraf edirəm, mən özümü aşağı tuta bilmirəm, bizə nə lazımdır? Bizə dünyada özünü ən aşağı salan Məsihin köməyi lazımdır. Biz Allahın köməyi olmadan, bilavasitə köməyi olmadan biz özümüzü aşağı tuta bilən varlıqlar deyilik. Bizə Allahın Məsih vasitəsilə köməyi lazım. Üçüncü məqam, mənim xalqım özünü aşağı tutsa, dua edib məni axtarsa, dua edib məni axtararsa, özümüzə sual verək, nə dərəcədə mən dua edən bir Məsihçiyim.
Biz sadəcə bir neçə barmağımızı qatdalaya bilərik ki, özü istəyirəm, bəlkə toxunuramsa kimə. Biz sadəcə bir neçə barmağımızı qatdalayıb deyə bilərik bizim kilsəmizdə bu insanlar duacıl. Dua edib məni axtararsa, demək Rəbbin hüzurunu, üzünü duada görmək olur. Rəbbin öz sözü bizə açıqlama verir. Açıq bir şərhdir. Biz onun üzünü duada axtarırıq. Axtarırsanmı sən onu dualarında? Axtarırammı mən onu dualarında? Nə mane olur sənə və mənə onu üzünü dualarda axtarmaq? Nə mane olur? Vaxtın mı yoxdur? Şəraitin mi yoxdur? Dua nəyin göstəricisidir? Dua imanın göstəricisidir. Dua özünü aşağı tutmağın göstəricisidir. Dua həlimliyin göstəricisidir. Siz bir dənə duaçıl insanı göstərə bilərsiniz ki, dik başdır, qürurludur, acı dildir, lovğadır, kinlidir. Yox. Dua imanın, özünü aşağı tutmağın, həlimliyin göstəricisidir. Allahla ünsiyyətdə olmağın göstəricisidir. Allaha sevginin göstəricisidir. Siz sevdiyiniz insanlarla tez-tez görüşmək istəyirsiniz, elə deyilmi? Siz sevdiyiniz insanlarla söhbət etmək istəyirsiniz, elə deyilmi? Əgər biz Rəbbi sevirik deyiriksə və duada vaxt keçirmiriksə, bu necə sevgi? Dua Allaha etibardır. Bir problemin var, onu həll etməzdən əvvəl ona dua edirsən. Bu etibardır ki, mən sənə etibar edirəm, sən bu məsələni həll elə. Ancaq bütün tədbirləri gördükdən sonra, alınmadıqdan sonra diz çöküb dua etmək bu etibarsızlığı göstərir. Yəni, buna qədər mən eləməyə çalışdım, alınmadı, indi mən sənə müraciət edirəm. Dua asılılığın göstəricisidir. Asıllığını göstərir. Kəlam aydın şəkildə deyir ki, mənsiz heç nə edə bilmirsiniz. Bizə isə həmişə elə gəlir ki, hər şeyi biz özümüz edə bilirik. Biz bunu dilimizə gətirməsək də, ancaq biz belə yaşayırıq, belə düşünürük. Asıllığın göstəricisidir, itaətin göstəricisidir. Yaradanı axtarmaq, ona yaxın olmaq istəyindən doğur. İndi sual verək özümüzə, hər birimiz öz adımızı çəkək. Mən kimi axtarıram adətən gün ərzində? Yaxın olmaq istədiklərimizi. Biz onu axtarırıqmı? Nə vaxt gizli otağına girib dua etmirsən? Əziz qardaşım, əziz bacım, nə vaxt axırıncı dəfə gizli otağına girib 5 dəqiqə, 10 dəqiqə duada olmuşsun? Nə qədər dua edirik? Biz Allahı işlərimizə xeyir dua verməyinə, bizə kömək etməyinə, bizi qorumağına görə axtarmamalıyıq. Biz Allahı bizə xeyir dua verməyinə görə axtarmamalıyıq. Biz onu sevdiyimizə görə axtarmalıyıq. 4-cü məqam deyir, mənim xalqım özünü aşağı tutarsa, dua edib məni axtararsa və pis yollarından dönərsə, baxın, tövbə edib günahdan dönmək mənasını verir, pis yollarından dönərsə. Tövbə etmək peşman olmaq demək deyil. Çox zaman biz peşmançılıqla tövbəni səhv salırıq. Tövbə etmək peşman olmaq deyil, tövbə günahdan üz çevirmək və Məsihə dönməkdir. Bu, şəfa verir bizə. Günaha arxa çevirmək, Məsihə üz çevirmək, bu bizə şəfa verir. Bu bizim torpağımıza şəfa verir.
və insanlığın əksəriyyəti günahdan üz çevirə bilmir. Bunu bizim dünya göstərir. İstəyirsiniz hər hansı bir ictimai bir yerə daxil olaq, orada müəyyən bir zaman keçirdək. Biz görəcəyik ki, insanlar günahdan üz çevirə bilmirlər. Günah bütün birlik adlanan münasibətləri dağıdır. Bir qismi də öz gücü ilə günahdan qurtulmağa çalışır. Kəlam bu vəziyyəti belə təsvir edir. Romalılara məktubda belə yazılıb, çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir. Cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir. Yəni, cismani təbiətdə olan insan heç cür Allaha doğru gedə bilməz. Belə ki, bunlar Allahın qanunlarına tabe deyil və ola da bilməz. Kəlam diaqnozu bildirir ki, mümkünsüzdür bu, cismani təbiətdə bunu etmək. Beləliklə, biz insan iradəsinin tamamilə günahın əsarətində olduğunu görürük. Yəni, kəlam bizə çatdırır ki, insan iradəsi tamamilə günahın əsarətindədir. Acınacaqlı və kədərli vəziyyətdir. Allah öz xalqına biz bu gün oxuduğumuz parçada da deyir ki, budur, mənə qulaq assaz, xeyirda tapacaqsınız. Mənə qulaq asmasaz, əhdin lənəti altına düşəcəksiniz. Və bütün bu lənətləri biz İsrail xalqında görmüşük. Tarixi oxusaq, bütün bu lənətlərin onların üzərinə gəldiyini görürük. Bir neçə dəfə siyasi müstəqilliyini itirir İsrail. Sonra bu xalq qılıncdan keçirilir. Eramızın əvvəlində, miladdan sonra 600 minə yaxın insan qılıncdan keçirilir, öldürülür. Bu dəhşətli bir rəqəmdir. Bütün o lənətlər gəlir asiliyə görə. Dünyaya pərən-pərən salınır yəhudilər, dünyanın bütün ölkələrinə salınır. Bugün biz oxuyurduq ki, axşam olanda deyəcəklər ki, səhər gəlsin, səhər olanda deyəcəklər ki, axşam gəlsin. Avropanın bütün ölkəsində onları təqib ediblər bu və ya digər vaxtda. Dünyaya pərən-pərən salınır, məbəd dağıdılır. Biz görürük ki, Allahın kəlamı həqiqətdir. O bizə olacaqları əvvəlcədən bildirilir. Lakin xalq günahdan dönə bilmir. Və Rəbb deyir ki, əgər mənim adımla çağırılan xalqım özünü aşağı tutarsa, dua edib məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağım. Biz görürük ki, insanlar eşitməklə dəyişilə bilmədilər. Bəs nədir bəşəriyyətin çarəsi? Bəs insanlar necə günahdan qurtula bilərlər? İnsanlar necə günahın əvəzini verə bilərlər? Tanrının bu dediyi o vaxt göydən eşidib onların günahını bağışlayacağım və torpaqlarını sağaldacağım. Bu sağalmaq necə oldu? Hansı vasitə ilə oldu? Bəşər tarixi insanların özlərini dəyişə bilməsinin mümkünsüzlüyünü sübut edib. Tarix bunu artıq sübut edib. İsbata ehtiyacı yoxdur. Günahkar insana günahdan üz çevirməyə günahsızın köməyə gərəkdir. Kör-köra, günahlı günahlıya yardım edə bilməz. Nədədir bəşəriyyətin nicatı? Yalnız Allahın mərhəməti, bağışlaması sayəsində insan günahdan dönür. Yalnız Allahın mərhəməti sayəsində o göydən eşidib onların günahını bağışlayır. Bu Allahın işidir. Eşidən və ifşa olunan bəşəriyyətin işi deyil. Eşidən və ifşasını eşidən insan öz-özünü dəyişə bilmir. Bu necə baş verir? Yezekil Peyğəmbərin kitabında Məsihdən əsrlərcə öncə Yezekil bunu Peyğəmbərlik edir ki, bu olacaq və bu işi Allahın xalqı özü edə bilməyəcək. Bu Allahın özünün öz işidir. Üstünüzə təmiz su səpəcəyəm. Üstünüzə təmiz su səpəcəyəm. Pak olacaqsınız. Baxın, onun su səpməsi nəticəsində biz pak oluruq.
Özümüz özümüzü pak edə bilmirik. Üstünüzə təmiz su səpəcəyim, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyim. Odur bizi pak edən. Odur bizi təmizləyən bütlərdən, murdarlıqdan. Mən sizə yeni ürək verəcək. Mən sizə yeni ürək verəcək. Daxilinizə yeni ruh qoyacaq. O bunu edir. Mən sizə yeni ürək verəcək. Daxilinizə yeni ruh qoyacağım. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyim. Allahın cavabı günahkarlıq içində ağnayan, günahlarla mübarizə etməyə çalışan, lakin məğlub olan bəşəriyyətə Allahın cavabı bu idi. Mən sizi Məsih vasitəsilə bağışlayacağım. Allahın cavabı Məsihdir. Allah bunu Məsihdə etdi. Bağışlanma və şəfa Məsihin qurbanı sayəsində baş verdi. Bu kəlamda yazılan torpağın şəfası Allahla sülhün və Allahla əhdin xeyir dualarının rəmzidir. Allahın xalqı adlananlar kimə məxsus olduğunu anlamadı. Özünü aşağı tuta bilmədi, dua edib Allaha axtarmadı. Tövbə edərək pis əməllərindən dönə bilmədi. Bütün bunları Allahın xalqına görə Məsih etdi. Biz Yəhya müjdəsində Məsihin duasında da bunu görürük. Əziz qardaşlar və bacılar, bizim ümidimiz çarmıqdadır. Bizim şəfamız, torpağın şəfası çarmıqdadır. Biz çarmıxa baxaraq özümüzü aşağı tuta bilirik. Biz çarmıxa baxaraq duada qala bilirik. Biz çarmıxa baxaraq günahdan üz çeviririk. Biz çarmıxda günahın cəzasından, məhkumiyyətindən azad olmuşuq. Biz şəfanı çarmıqda almışıq. Ona indidən və əbədiyyən izzət olsun. Amin. Rəbb, minnətdarıq sənə sözünə görə. Minnətdarıq ki, sənin sözün bizə şəfa verir. Sənin sözün bizi ruhlandırır, ifşa edir. Sənin sözün canlıdır və bizi canlı edir. Minnətdarıq ki, sən keçmişdə olanlar vasitəsilə bizimlə bugün danışırsan. Minnətdarıq ki, sən Məsihin sayəsində bizə xalqın deyirsən. Minnətdarıq ki, Məsihin sayəsində biz özümüzü aşağı tutduq və Məsihdə özümüzü aşağı tutduq. Minnətdarıq ki, biz Məsihdə sənə dua edib, sənin üzünü gördük. Minnətdarıq ki, Məsihdə biz pis yollarımızdan döndük və dönürük. Minnətdarıq ki, Məsihdə sən bizi göydən eşidib, bizim günahlarımızı bağışlayırsan və bizə və torpağımıza şəfa verirsən. Sənə izzət olsun. Ata, oğul, müqəddəs ruh adıyla. Amin.